Bir idmançı yarışda nəticə göstərir, sonra mükafat alır. Mükafat aldığı şad günləridir, amma da göstəricisinin bir rəqəmini oyan-beyan eləyənmir artıq və mükafat almaq vaxtıdır. Orada qayıtsın təzdən nəticəsini ki, artıq çempionat bitib, yarış bitib və sən filan qədər qazanmışsan. Dünya da belədir. Nə qazandın buradadır, bitdisə, bir dənə artıq Subhanallah demək şansın yox. Subhanallah desəndə bir yerə sayılmır o. Həyata fürsət kimi baxanda, tez keçən, onda adam tez yapışır ki, tez bundan istifadə edin və həyəcanlı bir həyat yaranır. O tərəfdəki mükafatın şövqü buranı həyəcanlandırır. Qısadır, tələs, oturma, pasiv olma, hər saniyəsini xeyrə çevir. Sari'u ilə məğfirətin min Rabbikum. Tələsin Rəbbinizin məğfirətinə tərəf. Onda müsabiqə mühiti yaranır, yarış mühiti yaranır.